Deməli, limit misalında biz bilirik ki, en sonsuzluğa yaxınlaşarkən bunu hesablamaq üçün biz öncə dəyişənin qüvvəti böyük olan vurğu mötərizə xaricində çıxardırıq. Yəni, burada demək ki, limit n sonsuzluğa yaxınlaşarkən və sürətdə görürük ki, və məxrəcdə də ən böyük dəyişənin qüvvəti kvadratdır. Kök altda n kvadratı mötərizə xaricində çıxarsam, demək, burada birincidə belə alıram. 1 bölünsün n kvadrat plus 9. İkinci ifadədə isə alıram ki, üstə gəlinsin, kök altında 1 minus 1 bölünsün n kvadrat. Ortaq vurğu mötərizə xaricində çıxartdım. Eyni qayda ilə aşağıda da n kvadratı mötərizə xaricində çıxartsam, 1 bölünsün n kvadratı, təbii ki, kökün altındadır, plus 9 çıxılsın, kök altında 1 minus 1 bölünsün n kvadratı. Və biz bilirik ki, burada kök altda n kvadratlar ixtisar gedir. Və limitin xassəsində biz demişdik ki, əgər limit sonsuzluğa yaxınlaşarsa, 1 bölünsün n və yaxud da 1 bölü n kvadratı da sonsuzluqda sıfıra bərabərdir. O zaman biz bunların yerinə 0 yazsaq, hər bir ifadənin bunların yerinə 0 yazsaq, yekun cavabımız bu şəkildə olmuş olur. Deməli, sürətdə kök altda 9, üstə gəlsin kök altında 1, məxrəcdə kök altında 9, çıxılsın kök altında 1. Və buradan da cavabı yuxarıda 3 plus 1, 4 alırıq. Məxrəcdə də 3 çıxılsın 1, 2 alırıq. Və doğru cavab da 2-yə bərabər olmuş olur. Yəni B variantı.